Ölüm bu dünyanın üzerindedir. O özü dünyanın gül çiçeği. Ölmezlik mehabbet zirvesindedir. Mehabbet ebedi. Bəzən elə insanlar olur ki, onların həyatdan köçməsi yalnız ailələri üçün deyil, onları tanıyan hər kəs üçün ağır itkiyə çevrilir. Ruslan Əhmədoğlu da məhz belə insanlardan biri idi. Bugün dərin hüzün və kədər hissi ilə aramızdan ayrılmış Ruslan Əhmədoğlunun əziz xatirəsini yad edirik. Onun əziz xatirəsi hər zaman hörmətlə anılacaq, adı onu sevənlərin qəlbində yaşayacaq. Ruslan Əhmədoğlunu itirdik. Allah məkanını cənnət eləsin. 37 yaş nə yaşdır ki? Çok istedadlı bir oğlanı biz itirdik. Onun çok güzel musiki duyumu var. Çok təəssüf edirəm ki, artık keçmiş zamanla danışırıq. Oradan da çok pis olmuştum o xəbərə. Hətta birinci elə bildim yenə bir yalan məlumatdır. Kəşke elə olardı. Həyatda Allah qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin, ruhu şad olsun, ailəsi isə səbirli olsun. Onu tanıyanlar, onun səmimiyyətini, sadəliyini, təvazökarlığını və insanlara qarşı xoş münasibətini heç vaxt unutmayacaqlar. Ruslanın dünyasının dəyişməsi, Ruslanın ölümü tək ailəsi üçün deyil, ətrafdakı dostları üçün, yaxınları üçün, əzizləri üçün də ağır oldu, çətin oldu. Böyük bir itki idi. Belə bir məsələ var ki, atalar məsələ var ki, oğul var eldən gedir, oğul var eldən gedir. Ruslan eldən gedən oğullardandır. Nə yazıq ki, deyir, sən saydığını say, gör fələh nə sayır. Fələh pisliyəni demədi, başqa cür dedi. Fələh amansız bir göstərdi həm bizlərə, Ruslanı sevənlərə, həm Ruslanın özünə cavan ikən bir faciə yarandı. Allah Ruslan qardaşımıza qəni-qəni rəhmət eləsin. And olsun Allahıma, onun rəhmətə getdiyini eşidəndə mən getdim, o dünyanı bir dəqiqalıq gördüm, gəldim ki, ilahi, necə qıyır bu torpaq buzul insana. Sən yoxluğun, vaxtsız gedişin bizi çox sarsıtdı. Ruslan doğrudan da dostluqda, qardaşlıqda, yoldaşlıqda seçilən insanlardan idi. O insanlardandır ki, doğrudan da onun bugünkü gündə yoxluğu insan qabullana bilmir. Ruslan Əhmədoğlu mənalı və şərəfli ömür yaşamış, dövlətinə və xalqına sədaqətlə xidmət etmişdi. Həyatı boyu insanlara faydalı olmağa, cəmiyyətə xidmət etməyə çalışmışdı. Ruslan Əhmədoğlu Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində təhsil alaraq hüquqşünas kimi qanuna, ədalətə və dürüstlüyə sadiq qalmışdı. Ruslan Əhmədoğlu deyəndə çox böyük bir şəxsiyyət göz önünə gəlir. Ruslan Əhmədoğlu deyəndə yaxşı kişi göz önünə gəlir. Ruslan Əhmədoğlu deyəndə yaxşı insan göz önünə gəlir. Ruslan insan kimi insan idi, adam kimi adam idi. Çox dəyərli idi. Çox yaxşı dost idi, təəssüfkeş insan idi. Ruslan çox adam onu bəstəkar kimi tanıyırdı, amma Ruslan
bir sözü var idi. Mənə həmişə deyirdi ki, Samir, Allah heç kimə dar gün qismət eləməsin, mən dar günün dostuyam. Doğrudan da Ruslan dar günün dostuydu. Mən bilirdim ki, çox xeyirxah insandır, dost ürəyini verəndir, dost yolunda çox şeydən keçəndir, yəni canından belə keçməyə hazırdır. Bizə yetərdi ki, deyirsən Ruslan, mən filan yerdəmsə mənə lazımsan, o dəqiqə sənin yanında olardı bu insan. Mən bilirəm ki, o ailəsinə də çox bağlı olur, doğmalarının yanında olub hər zaman, onların əlindən tutub, onların köməyinə çatıb. Allah rəhmət eləsin deyirəm. Məncə onunla məni tanış edən Xatirə xanım olmuşdu, İslam. Onlar çox yaxın idilər. Ruslan haqqında danışmaq mənə çox çətin. Heç mən bilməm hardan başlayım, harda bitirim. Yəni çox ani oldu da, çox ani oldu ki, Ruslan bizim aramızdan ayrıldı. Yəni elə bir insanın bizdən ayrılması, nə bilim, siz inanırsınız, mən hələ də inanmıram ki, Ruslan rəhmətə gedib. Mən hələ də inanmıram ona. Həm bir müddət polis əməkdaşı kimi, həmçinin digər dövlət strukturlarında müxtəlif vəzifələrdə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, harda işləməsindən, hansı vəzifədə olmasından asılı olmayaraq, hər zaman insanlığını qoruyan, hörmət qazanan və sevilən bir insan olmuşdu. Deyir, insanda gözəl olan üzdür. Üzdə gözəl olan gözdür. Amma insanı insan eləyən onun ağzından çıxan sözdür. Ruslan ağzından çıxan kəlmələr o qədər gözəl idi, o qədər şən idi, o qədər şirin idi. Deyərəm ki, bir məclisin yaraşığı idi. Ümumiyyətcə mən belə deyə bilərəm də, kişiyə xas olan şeylərin hamısı Ruslanla var. O qədər şirin idi, o qədər özünü istədirdi, o qədər belə mehriban idi də, yəni inan yadıma düşür birdən ürəyim baxdı ki, nə tez getdi, çox tez getdi də. Ruslan mən evimə gələn adam idi. Amma bir gün mənim üzr istəyirəm tamaşaçılardan yoldaşım gedib nəsə bu işlədiyi yerə bir sənətlə bağlı bunu orada görür. Gəlib yaxınlaşır ki, siz Manafın yoldaşı görürsünüz deyib, və siz niyə durmuşsunuz burada? Allah ona rəhmət eləsin, yoldaşım gəldi, onun haqqında o qədər gözəl söz, o qədər inan o məndən betər pis olmuşdu onun rəhmətə getməyinə də, çünki o da tanıyırdı, bizim evdə olmuşdu, həmişə yaxın idi. O insan o qədər yerini bilən insan idi, o qədər dəqiqliklə atdığı addımlara fikir verirdi ki, yəni mümkün değildi ki, o insandan kimsə incisin. Hər kəsin öz dilində danışmağı, rəftarı, davranışı bilən bir insan idi. Ona görə də hamı Ruslanı çox istəyir. Hər kəs. Heç bir zaman unuda bilməyəcəyim bir insan, yəni itirmişik. Heç bir zaman unutmayacağım da. Yəni insanlar olur ki, məsələn, o qədər yeri görünmür, amma Ruslanın yeri hər bir zaman görünür və təbii ki, Ruslanın ölümü hamımız üçün bir şok oldu. Hamımız üçün çox böyük bir şok oldu. Heç gözləməyəcəyimiz bir şey oldu. Çox savadlıydı, çox mədəni idi. IQ səviyyəsi çox yüksək idi. Həqiqətən bir ağsaqqal idi. Gənc yaşında ağsaqqal adını qazanmış insanlardan idi. Mən düşünürəm ki, Ruslan Əhmədoğlu tək ailəsindən getməyib, elə hər birimizdən gedib. Çünki hər bir insanın həyatında gərək bir Ruslan Əhmədoğlu olsun. Həqiqətən, çünki olmadığı zaman boşluq ola bilər. Artıq bir il tamamdır ki, Ruslan aramızda yoxdur. Allah rəhmət eləsin, Allah o dünyasını versin inşallah. Ruslan öz sevənlərini və ətrafını, dostunu da tanışlarını çox sarsıtdı. Həqiqətən də Ruslanın ölümü çox belə anidən oldu. Heç kim bu ölümlə barışmaq istəmirdi. Və günü bugünə qədər də Ruslan sevənlər həqiqətən də çaşmaq içindədir. Yəni, niyə və necə oldu bu hadisə? Allah rəhmət eləsin, Allah əzizlərinə, doğmalarına səbir versin. Ruslan Əhmədoğlu elə bir dost idi ki, elə bir yazar idi ki, hər kəs onu tanıyır. Bütün show biznes, ətrafında olan, başqa sahədə olan insanlar da onu çox sevirdilər. Ruslan Əhmədoğlu ziyalı və dəyərli bir ailədə böyümüşdü. Atası uzun illər prokurorluq orqanlarında xidmət etmiş, qanunun keşiyində dayanaraq cəmiyyətdə böyük hörmət və nüfuz qazanmışdı.
bugün də həmin şərəfli yol ailədə davam etdirilir. Qardaşlarından biri prokurorluq orqanlarında çalışaraq atasının yolunu layiqincə davam etdirir, digər qardaşları isə dövlət orqanlarında hüquqşünas kimi çalışırlar. Bu ailə üçün qanuna hörmət, ədalətə sədaqət, dövlətə xidmət və yüksək mənəvi dəyərlər sadəcə peşə deyil, həyat tərzi olmuşdu. Ruslan Əhmədoğlu da bu dəyərlərə sadiq qalaraq ömür sürdü. Və onu qeyd eləmək istəyirəm ki, atası mərhum prokuror Əhməd müəllim. Allah o kişiyə də qəni-qəni rəhmət eləsin. Mən bu xəbəri eşidəndə həqiqətən şok oldum. Dostluğumun yoxluğu nəinki mənim dostum idi, bütün musiqiçilərin dostuydu, bütün ifaçıların dostuydu. O qədər istiqanlı bir insan idi ki, yəni hər kəslə çalışırdı münasibəti qorusun, saxlasın və hər zaman çalışırdı ki, o dostu bu dostla tanış eləsin, bu dostu o birisi dostla tanış eləsin. Heç kimin heç nədə çətinliyi olmasın. İstər rəsmi qurumlarda, istər musiqi baxımından çalışırdı ki, hər kəs bir-biri ilə mehriban olsun. Mənim Ruslan Əhmədoğlu ilə dostluğum bir 10 ilə dayanır. Və mən o qədər təəssüf hissi keçirdirəm ki, niyə heç olmasa bir 15 il olmayıb? Niyə 20 il olmayıb? Lap əvvəldən gərək tanıyıb. Və buna təəssüflənirəm. Və bir tərəfdən də belə deyək də, içimdə rahatçılığım var ki, heç olmasa elə bu 10 ildə bir yaxşı bir oğulla, Azərbaycanın yaxşı bir oğlu ilə, yaxşı bir dostla mən tanış olmuşam, münasibətimiz olub, dostluq eləmişik. Amma kaş ki Ruslan belə tez getməzdi. Tez dostların, ailəsin, bağların belə tez qoyub getməzdi. Amma nə etmək olar? Bəzən insanın əlindən heç bir iş gəlmir. Ruslanın yoxluğu hər birimizi, hamımızı çox incidir, çox yeri görsənir. Allah onun yerini cənnət eləsin, Allah ona rəhmət eləsin. Hər şeydən əvvəl bizim gözəl insan idi, gözəl dost idi, dost canlıydı, hər can harada görüşürdük, bir mehribançılıq, bir də onu çox danışıram, üzümdə bir ixtiyar təbəssüm yanar. Çünki çox zarafatçıl, çox necə deyim, zarafatı harda, necə etməyi bilən insan idi. Atası rəhmətə gedəndən sonra Ruslan öz qardaşlarına ata olub. Ruslan haqqında çox sözlər demək olar. Allah onları qəni-qəni rəhmət eləsin. Həm də çox musiqini çox gözəl bilirdi. Bütün musiqiçilərin dostuydu. Hamı da onu çox istəyir. Yəni ümumiyyətlə o ailə mənim üçün çox dəyərlidir, əzizdir. Anası da Allah səbir versin anasına. Bizim əzizimizdir, bacımızdır. Bir el-obadır, belə deyək, kətçidir, həm qohumdur. Yəni Ruslanın mənə bağlılığı çox idi. Həm atası ilə bağlı, həm evlərində olmuşam. Yəni atası ilə yaxın münasibətimiz olur. Yəni yenə də deyirəm, hər tərəfdən Ruslan mənə çox yaxın bir insan idi. Ruslanın həqiqətən bu vaxtsız dünyadan köçməyi hamımıza belə deyək ki, gözləmədiyimiz bir anda hamımıza bir udar vurdu həqiqətən. Ruslan Əhmədoğlu atasının yarımçıq qalan ömrünü, atasının bütün arzularını doğrulayan bir oğluydu. Allah onun anasına, qardaşlarına, əmilərinə səbir versin. Biz onu sevən dostlarına səbir versin, balaları xoşbəxt olsun. Bunu hər kəs bilsin ki, Ruslan Əhmədoğlu insan kimi çox gözəl insan, dost kimi yaxşı dost, gözəl dost, etibarlı qardaş, qeyrətdən namuslu bir oğluydu. Mən deyərdim ki, Ruslanın bəlkə də dostları qədər heç kimin dostu olmuyor. Bəlkə də var, mən görməmişəm, amma Ruslanda mən onun hamısını görmüşəm. Özü sənətə, sənətkara dəyər verən bir qardaşımız idi. Özünün də xüsusi istedadı vardı. Gözəl mahnılar bəstələyirdi, gözəl mahnılar yazırdı. Və elə yazırdı ki, o mahnılar bəli, bizim bir çox tanınmış müğənnilərimiz ifa eləyib onun mahnıları. Tanıyırsan Akşin? Ruslan bizim qardaşımızdır. Müğənni də deyilsən ki, deyəm ki, belə qılığına girib mahnı alasan pulsuz, belə yaman tərifləyirsən Ruslanı. Yox, dostumuzdur, yaxşı oğlandı, ona görə. Ruslan Əhmədoğlu gəlir.
Ruslan keyfin nədir? Necədir, nətərdir? Sağ olun, yaxşıdır keyfim. Sizi gördüm, lap yaxşı oldum. İdmançısan? Məşğul olmuşam. Deyirəm də əlini görüşməyindən bildim. Bugün o fiziki olaraq aramızda olmasa da əziz xatirəsi yaşayır. Onun səsi, sözü, yaradıcılığı, dostlarına və yaxınlarına göstərdiyi qayğı insanların yaddaşından silinməyəcək. Çünki insan həyatdan getsə də onun əməlləri, yaratdıqları və qoyduğu izlər yaşayır. Ruslan Əhmədoğlu şərəfli ömür yaşamış, arxasında hörmət, sevgi və unudulmaz xatirələr qoymuş bir insan idi. Həmçinin Ruslan Əhmədoğlu gənc yaşlarında Rafiq Babayev adına musiqi məktəbində təhsil almış və onun həyatında musiqinin də xüsusi yeri var olmuşdu. O, yalnız hüquq sahəsində deyil, bəstəkar kimi də öz izini qoymuşdu. Musiqiyə olan sevgisi, yaradıcılığa bağlılığı onun zəngin daxili aləminin göstəricisi idi. O, həm qanunun, həm də sənətin dilini bilən nadir insanlardan idi. Ruslan Əhmədoğlunun Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə həsr etdiyi və müəllifi olduğu Hədəf kompozisiyasını sizlərə təqdim edirik. Bilirsiniz ki, atası da dövlət qulluğunda çalışırdı və onun sözlərinə gözəl bir mahnı bəstələmişdi və çox təkidlə istəyirdi ki, həmin mahnını mən ifa edeyim, onun xatirələrində yaşasın. Mahnının adı elə belə idi, Xatirələr idi. Mükəmməl mahnılar yazır. Və mən bir neçə mahnısını oxumuşam Ruslanın. Bir neçə mahnısı oxuduqlarımın içində daha doğrusu. Sözləri başqa şairlərində, amma biri var ki, doğrudan da elə həmi klassik estrada janrından xəbər verir. Tofiq Quliyevi, Rauf Hacıyevi, bu kimi sənətkarları, hətta Emin Sabitoğlu'nu Səyid Rüstəmovu xatırladan bir qələmi vardı ki, o qələmindən notlar muncuq kimi süzülüb tökülürdü. Darıxıram mahnısı həm sözləri özünlüydü, həm də musiqisi. Darıxıram sənsiz, yenə yadıma düşdün, hər gecə, hər axşam. Darıxıram sənsiz, darıxıram sənsiz, yenə yar yadıma düşdün, hər gecə, hər axşam. Darıxıram sənsiz. Mən indi oxuyacağım mənim əziz dostum, Allah ona qəni-qəni rəhmət eləsin. Onun bir neçə mahnılarını mən ifa eləmişəm. Dünyasını vaxtsız dəyişdi Ruslan Əhmədoğlu. Bir daha buradan anasının əlindən öpürəm. Onlara səbir diləyirəm. Ruslan Əhmədoğlu'dan səndən sonra. Sanma ki severəm, mən səndən sonra.
Ruslan potensiallı bir bəstəkardır. Potensiallı bir bəstəkardır. Mən niyə görə deyirəm potensial? Çünki haşiyə çıxıram. Tahir Əkbər deyə bizim bir çox ünlü bir sənətçimiz, bəstəkarımız, Allah ona da rəhmət eləsin. Onun yaradıcılığında onun mahnılarını hər oxuyan ürək eləyib oxuya bilmirdi. Çünki çox qəliz yazırdı. Milli ruh da yazırdı, amma qəliz. Onun öhdəsində mən gəlirdim və onun kimi də Ruslan Əhmədoğlu bax, o cür potensiallı bir bəstəkar oldu. Bir gün gəldi ki, bəs bir yaxşı mahnı bəstələmişəm, onu mən istəyirəm sən oxuyasan. Çünki mən onu başqa oxuyanlarda görə bilmirəm. Məni dəvət elədi, bir gün gəldik, İlkin qardaşımız var, aracımancı. Gəldik onun studiyasında, mahnı ilə tanış oldum. Səni gözləyirdim, başqası gəldi. Belə bir musiqi. Mahnını eşitdim, dedim ki, Ruslan, bu mahnını mən yaradacağım. Biraz mahnı ilə tanış oldum, mahnını evdə də, qulaq astım, maşında da özümünkiləşdirdim. Bir günləri Ruslan zəng elədim, dedim Ruslan, mən hazıram. Mən bildiyim qədərilə o mahnı hələ çox yaşayacaq, çünki mahnı çox faciədir. Mahnı çox, nə bilim, indi onu qulaq asanlar bilir də ki, Ruslanın yaratdığı o bəstəni səni gözləyirdim, başqası gəldi mahnısını. Hamı dinləyib. Dinləyənlər bilər ki, həqiqətən də o musiqi Asaf musiqidir. Usanmış könlümün sen imdadı, kuşkürür yanılan çatmır feryadı. Ah ben neyleyirem özgenin yadı, seni gözleyirdim başkası geldi. Seni gözleyirdim başkası geldi. Güzelliği ondan ibarətdir ki, mahnının sözləri mərhum prokuror mənim atam Əhməd Həsənova aiddir. Yəni o mahnı mənim üçün yəni o mahnının mənim üçün dəyəri sonsuzdur. Babək də sağ olsun, əməkdar artistimiz gözəl ifa elədi. Hər zaman Ruslan qardaşıma deyirdim ki, sən az bir müddətdə özünə böyük musiqi ordusu yaratdın. O cəmiyyətdə musiqi ortamında böyük ad-san qazandın və ilk mahnılarını mən oxumuşam. Həyat gözəl, Neylərəm adlı bir mahnılarını mən oxumuşam. Mən bilirdim gedəcəksən, bəs niyə mən özüm yar aldadırdım bilərəkdən. Neylərəm, neylərəm, neylərəm yar sənsiz, ağlaram, sızlaram xəlvətdə mən sensiz. Gözəlim sensən, mələyim sensən yar, sen varsan yaşayır çılgın arzular. Gözəlim sensən, mələyim sensən yar, tək sənə bağlanıb gözəl duyğular. Xəyalım səninlədir, ürəyim tək sənindir, yetərsən yanımda ol, xoş günlər bizimlədir. Xəyalım səninlədir, ürəyim tək sənindir, yetərsən yanımda ol,
hoş günler bizimledir. Gelme dertten yansın közüm, kan ağlasın iki gözüm. Senden başka yoktur sözüm, ezber olup adın sevgim. Gelme dertten yansın közüm, kan ağlasın iki gözüm. Senden başka yoktur sözüm, ezber olup adın sevgim. Ağlayıram həzin həzin, yanımda yok hiç kimim. Dodağımda kaldı izin, geçmeyecek tadı sevgi. Ağlayırsan həzin həzin, yanında yok heç kəsin. Ay dodağında qaldı izin, getməyəcək dadı sevgi. Dön gel, tez gel, yüreğim seni isteyir. Ne olar sevgilim, yüreği cana düzmeyir. Dön gel, tez gel, yüreğim seni isteyir. Ne olar sevgilim, yüreği cana düzmeyir. Mən Ruslan mahnılarını da oxumuşam. Özdə belə necə deyim, çox ən gözəl mahnılarını oxumuşam. Sen özün seç, akşam akşam, ya ben yanayım ya da ki şam. Sen özün seç, akşam akşam, ya ben yanayım ya da ki şam. Ne kayayım ne de daşam, dözem senin yokluğuna. Ne kayayım ne de daşam, dözem senin yokluğuna. Onun bir mahnısını da etmişəm. Deyəsən bütün şəhər danışır bizdən. Hətta o mahnının bir gözəl PR-ını da etmişdik. Allah can sağlığı versin. Dostumuz Anar Mədətovun əslində sayəsində mən Ruslanla tanış oldum. Və Anar dedi ki, Yaşar, belə bir insan var, belə bir bəstəkar var, gözəl mahnılar var, bir dinlədik, tanışlığımız oldu və o mahnının deyəsən bütün şəhər danışır bizdən, hamı bizdən danışır. Bax, belə bir mahnı idi. Onun PR-ıyla da o mahnının adıyla necə deyim, böyle bir PR etdik. O zaman da xatırlayıram, çox yaxşı xatırlayıram. Bütün şəhərdə o mahnının adıyla plakatlar elədik. O mahnının necə deyim, PR-ına üstünlüğü verdik. Senin bu naz etmeyin öldürdü beni. Bilirəm dözməliyəm, düzürəm yani. Sevmən tek sevenin var mı görəsən? Deyəsən bütün şəhər danışır bizdən. Biləsən bütün şəhər danışır bizdən. İlk dəfə yadıma gəldi ki, studiyaya gəldi və Elvin dedi, ayrılıb gelirsən adlı bir mahnım var. O mahnıya qulaq assım, o kadar çox bəyəndim ki mahnını. Və vaxt getmədən tez o mahnı ifa elədim və getdik Gürcüstanda beraber klipini çəkdik. İndi sən mənsiz tənhasan, yaxında yox, uzaqdasan. Çox yalvardım, bəlkə qalasan. Ayrılıb gelirsən, heç özündə bilmədən, bu sevgini görmədən çıxıb gelirsən, ayrılıb gelirsən, heç özümdə bilmədən, bu sevgini görmədən çıxıb gelirsən. İnsan musiqi ilə aşıb daşırdı, insanın içi dolu musiqi idi. Darıxma tez gələcəm mən, darıxma canım, ürəyini üzməzsən. Möhkəm ol yarım, barışıb bir yerdə olaq. Hər an səninlə sevgimizi qoruyaq. Yarım səninlə, darıxma tez gələcəm mən. Darıxma canım, ürəyini üzməzsən. Möhkəm ol yarım, barışıb bir yerdə olaq. Hər an səninlə sevgimizi qoruyaq. Gülüm səninlə
bəstələri də onun övladı kimi idi. Bəstələrini çox sevirdi. Mən də Ruslanın bəstələrindən bir neçə mahnı ifa eləmişəm. Bizim populyar müğənnilərimiz, gözəl sənətkarlarımız da ifa eləyib və bizim üstümüzə düşən bir sənətçi kimi, bir dost kimi bizim üstümüzə düşən oldu ki, Ruslanın bu mahnıların yaradıcılığını yaşatmalıyıq, bunu xalq mahnısına çevirməliyik və biz hamımız əl-ələ tutub bu məsələdə bir olmalıyıq. Allah Ruslana rəhmət eləsin. Mahnılarını sevə-sevə oxuyuruq. Allah rəhmət eləsin, Allah əzizlərinə səbir versin. Ey yeri, ey göyü yaradan Tanrım, yardan bu qəddarlıq. Haradan Tanrım bəxtimi yazmısan, qaradan Tanrım mən varam, mən yoxam deyə bilmirəm. Ah nə üçün cahanda yaranmışam mən. Ey yeri, ey göyü yaradan Tanrım, yardan bu qəddarlıq. Haradan Tanrım bəxtimi yazmısan, qaradan Tanrım mən varam, mən yoxam deyə bilmirəm. Ah nə üçün cahanda yaranmışıq biz. Yoxluğu yandıran qəlbimi sevgilim, tək qalmışam çarəsiz. Doldurub qəlbimə dərdini sevgilim, yox oldum xəbərsiz. Hüsrət yenə bitəcək, sevgim geri dönəcək. Yar dönməsə sevgiyə, bəxtumuzun sönəcək. Yar dönməsə sevgiyə, bəxtumuzun sönəcək. Mən o qədər də məşhur deyildim. Onun bəstələrini artıq eşidirdim. Bir çox tanınmışların ifasında. Dedim görəsən haçansa mən də Ruslandan bir bəstə oxuyaram. Çünki o qədər peşəkarcasına bu işi həyata keçirdirdi və onun musiqilərində, onun mahnılarında tamam başqa bir ruh var idi. Tamam başqa bir his var idi. Bu insan elə bir ki, bu dünyanın adamı değilmiş. Elə bir ki, tələsirmiş o dünyaya, nələr yazırdı və onun ən çox da o qadınlara olan mərhəməti, o səxavəti, onun vəfalı olmağı, onun necə yüksək mədəniyyətə, savada malik olmağı, hamısı vəhdət daşıyırdı, hamısı Ruslanın, elə bir ki, Ruslan cəmləşmişdi Ruslanın ruhunda. Bizim tanışdığımız yox idi. Mən qardaşımı itirəndən sonra Allah cəm ölənlərə rəhmət eləsin. Ruslan, yəni ürəyi onun bir söz necə idi? Yəni bu insan o qədər mərhəmətli idi ki, özündür ki, mən xatuna nəsə dəstək olmaq istəyirəm. Bir mahnısı var idi, Ən Gözəl Qadınlar mahnısı və o mahnını mənim ən pis günümdə biz əlbəttə tanış elədi Cavid, buradan Cavidə təşəkkürümü bildirirəm. Ən pis vəziyyətimdə mənə gəldi, mən onda kimdənsə bir dayaq istəyirdim, dəstək istəyirdim. Sağ olsun, gəldi, Allah ona qəni-qəni rəhmət eləsin. Görüşdü, mahnını mənə hədiyyə elədi. Hətta gördü ki, belə həm aranjmanı, həm klipə yardım elədi. Yəni əlindən nə gəlsə tam təmənnasız, siyasətsiz. Mənə dedi ki, xatun sən qalxmalısan. En güzel kadını Tanrı kıskanar. En güzel kadını Tanrı sevmezmiş. En güzel kadına sahip olan kes. Heyif ki kadrini hiç var bilmezmiş.
Mənə bir mahnısını vermişdi. O mahnı həqiqətən çox sevilirdi. Gözəlim adında bir mahnı idi. Yəqin ki, o mahnıdan bir parça verərsiniz orada. Allah Ruslan yenə də rəhmət eləsin. Mən onun haqqında çox sözlər demək olar. O hamının sevimlisi tək ona görə deyildi ki, yəni mən musiqini bilirəm, musiqiçilərin dostuyam. Ona görə o özü insan adam idi. Canı gönlünden sevenin olmayacak. Danışsın herkes sevgiden, ayrılık olmayacak. Sen yar canı gönlünden sevenin olmayacak. Danışsın herkes sevgiden, ayrılık olmayacak. Boşlu dünyada her şey sevip sevenden sonra kalan her şey düzeler, hoşbəxt olandan sonra. Boşlu dünyada her şey sevip sevenden sonra kalan her şey düzeler, sevip sevenden sonra. Xalqa yaxın bəstəkar Ruslan Əhmədov. Yoksa sen de dayanamazsın, gider misin başka yerlere? Bura bir zamandır gelip gidecek, kısmetim kederem dönüp gidecek. Bu gemli günlerim bir gün bitecek. Unutayım sevgilim gemini unut. Ay dağlardan gelmişik seni unutma. O şirin çağlarım beni unutma. Kurban gözlerine beni unutma. Unut kederini, gemini unut.
Sardar, Şair müəllim, Əhməd müəllim. Məni bərk qalmadılar bayram qabağı. Mənə töhmət verdilər. İndi mən də bilmirəm bunların körünlərini nətər alırım. Bəlkə məni üzrə hesab edəyəsiniz. Bağışlayın da mən. Yox, tez götürdülər, tez götürdülər. Biz dostları da Ruslanın övladlarının toyunda, xoş günlərində Ruslanın dostları kimi iştirak eləyək. İnşallah qismət olsa biz də nə bilim gözəl balalarının bir-birləri kimi, nə bilim ən yaxın dostları kimi onların tədbirlərində Ruslanın dostları kimi görünək. Allah bizə bir dənə qismət eləsin ki, onun evlatlarının toyunda bütün Ruslan sevənlərin, Ruslanın dostları elə iştirak eləsin ki, heç o hiss eləməsin atasızlığın. Mən bir dənə onu arzulayıram, əlimdən nə gəlir, amma deyəcək sözlərim çox. Əhməd üçün çox böyük arzuları vardı. Eləcə də Ülvi üçün böyük arzusu vardı, Ülvini evləndirsin. Mən arzulayıram ki, onun balasının toyunda əmləri Ruslan həyatda varmış kimi bir hərəkət eləyim. Onu Allah mənə qismət eləsin. Onun balasının, balalarının toyunda əmlik borcumu verim. Bir də onu Allah'tan diləyirəm. İnşallah onun ocağında o evlatları da elə atalarına layiq bir evlad olsun. Mən arzu edirəm ki, onun balaları xoşbəxt olsun. Onun evlatları əlbəttə ki, xoşbəxtlərin xoşbəxti olsun ki, onun da ruhu şad olsun. Arzu edirəm ki, evlatlarından hansısa birində Allah nəsib eləsin ki, Ruslan Əhmədoğlu'nun istedadından bir az da olsa olsun və atasının bu istiqamətdə yolunu davam etdirən bir belə deyək də evladının bir istedadı olsun. Allah Ruslan qardaşımıza qəni-qəni rəhmət eləsin. Mən onu bütün Vüsal qardaşım başda olmağına, bütün ailə üzvlərinə başsağlığı verirəm. Allah'tan səbir diləyirəm. Yeri cənnət olsun. Bir şey var ki, təskinnimiz var ki, Ruslan ölməyib. Çünki Ruslan elə bir mühür qoyub gedib ki, Ruslan heç vaxt ölməyəcək. Ruslan bizim qəlbimizdədir. Nə qədər biz yaşayacağıq, Ruslan da o qədər bizim qəlbimizdə yaşayacaq. Mən Allah'tan rəhmət edirəm Gülnaha. Çox heyif ki, o yoxdur bu gün aramızda. Və bu videonu da çox təəssüflənərək çəkirəm. Ruslan sevərlərə də başına sağ olsun. Ruslanın yeri həmişə görsənəcək. Ruslana Allah'tan rəhmət diləyirəm. Ruslanın yoxluğu hər birimizi, hamımızı çox incidir, çox yeri görsənir. Allah onun yerini cənnət eləsin, Allah ona rəhmət eləsin. Başsağlığı verirəm bir daha bütün dostlara, Ruslan sevər dostlara da başsağlığı verirəm və Allah'tan ona yalnız rəhmət diləyirəm. Allah rəhmət eləsin, ruhu şad olsun. Biz səni həmişə saygıyla, sevgiyle, hörmətlə anırıq Ruslan. Səni sevirik. Allah bütün ölənlərə rəhmət eləsin. Qalanlara can sağlığı. Həyatda da Ruslan, Allah sənə rəhmət eləsin. Ruhu şad olsun, yeri rahat olsun, məkanı cənnət olsun. Allah rəhmət eləsin, Allah qəni-qəni rəhmət eləsin. Aramızdan çox tez keçdi. Allah rəhmət eləsin. Yaxınlarına, dostlarına, ailəsinə Allah səbir versin və bir daha qeyd etmək istəyirəm ki, balaları xoşbəxt olsun. Mən Allah'tan rəhmət diləyirəm onun. Məkanı cənnət olsun, ruhu şad olsun. Şəxsən mən ondan fəxr edirəm. Allah ruhunu şad eləsin. Allah Ruslana rəhmət eləsin. Ailəsinə bir daha anası başda olmaqla başsağlığı verirəm. Qəbri nurla dolsun. Ruslanın ruhu şad olsun. Həmişə daima qəlbimizdədir Ruslan. Allah rəhmət eləsin deyirəm. Valideynlərinə Allah səbir versin. Ailəsinə səbir versin, doğmalarına. Allah rəhmət eləsin. Nə əlimizdən nə gələr. Allah sənə rəhmət eləsin. Allah balalarını xoşbəxt eləsin. Allah ailə üzvlərini xoşbəxt eləsin. Bir daha başımız sağ olsun. Allah rəhmət eləsin. Allah əzizlərinə səbir versin. Allah'tan Ruslanın doğmalarına, əzizlərinə, ailəsinə, balalarına, qardaşlarına, yaxın dostlarına səbir arzulayıram və onu demək istəyirəm ki,
bizə də çox çətindir. Allah rəhmət eləsin. Versin, o qardaşları da çox dəyərli, bizim dostlarımızdır, dəyərli oğlanlardır. Allah rəhmət eləsin, mən burada ailəsinə başsağlığı verirəm, yaxınlarına başsağlığı verirəm. Ruslan bizim aramızdan gedib, elə bir ki, böyük bir boşluq yaranıb. Ruslan, ruhun şad olsun, əziz qardaşım, əziz dostum. Çox xeyir. Gözlədim gözümə Dağlar maşallah cənnət deyil, cənnət. Mən elə bildim qayıdacaqsan. Mən elə bilirdim qayıdacaqsan. Gözlədim gözümə qaranlıq çöktü. Mən elə bilirdim qayıdacaqsan. Mən elə bilirdim